5 dəqiqə. Salam aleyküm. Bu Vüsal, Krisal Vüsal. Ona tezad vermişəm. O stilist Vüsaldır. Vüsal nədir? Video çəkmişsən, qatıq yenə danışmışsan. Sən adam kimi deyirəm, gəl görüşək. Konum at, yervidlə, gəlim səndən görüşüm. Onu eləmsən ki, çıxıb video çəksən. Yox, açmamışam axı. Ekran düzdür. Ekran düzdür. Bir dəqiqə. Neyse de bilmirəm, qalsın belə. Bu Vüsal görüşə gəlmir. Əslində deyirəm, o cındır o şərəfsizlə danışmayacam. Məcbur qalıb danışıram. Görüşə gəlmir, demirəm gəlsin. Yerindisin, gedirəm. Demir qumdayam, ya qumda döyürəm falan yerdəyəm. Problem deyil. Mənə konum atsın. Atmasın konum. Lapsın gəl bura, mən gedim. Ondan sonra həmin şəhər gələndən sonra mənə konum versin. Gəl, gedim. Dediyi yerdə onunla görüşürəm. Yəni, sən qatıq yenə bir cümlə işlətmirsən. Sən get öz evin içinə bax. Bax görsən, məcbur eləyirsən ki, sənin zəif yeri tıqqılladım. Allah ki, mən heç kimdən, evimin işçindən, zarından şübhəm yoxdur. Amma sən dillər əzbərsən. Səsin kişi atadı ilə tanınır, Tural Tofiqoğlu. Amma sən anadı ilə tanınırsan. Yəni, bas bayla. 4-5 ildir, bəlkə də çoxdur. Ona söz atsan, buna söz atsan, heç kimlə görüşmüsən. O gün də deyirsən ki, futbolka köynəyə geymişəm pencəyinlə. Söz tapan bir yazır ki, idman köynəyə geymişəm pencəyinlə, stilistsən sən. Neyse buna bir quş. Yəni basbayla, sən anıva görə tanınan adamsan. Başa düşdün sənə nə deyirəm. Sən mənlə görüşməyə sənin duxun yoxdur. Sən həqiqəti danışırıq ki, bu belədir, bu cındır rüfət yalan danışıb, anladıq. Deyir ki, iş verəndir. Nə əlaqə? Mən rüfətlə söhbətimi eləm, özün girsən, deyirsən iş verəndir. Sən də işin vardı, özün söylədin, görüşmüsən də. Get, mənlə görüşənə qədər, get sən bir dənə anınla olan söhbət və həll elə. Bir dənə kişi ol, bilim ki, kişilər ustağında söz deyə bilirsən. Sonra gəl, görüşək. Bunu eşitmək istəyir. Nə, Dalıbayov, dedim, get. Bu belə. İkincisi, eşitdiyimə görə Rüfət Muradı qovub. Rüfət Muradı qovub. Bunu necə şeysən? Elə bilmirəm də onu deyirsən. O elə olurdu, o olmalıdır. Rüfət Muradı qovub. Bunlar şərəfsizdirlər. Rəşad da az osturağa basır, çox basır, az basır. Bir an nə deyəcəydim. Dünən bu şəklə baxın. Bu baxın, biri Rəşaddır, biri də Xəyyamdır. Bunlar əvvəl Ukraynada yaşayıblar. Ondan sonra Almaniyaya köçüblər. Sonra Rüfətlə nəsə bir iş olub, iş görəcəkmişlər, nəymişsə. Bunları göndəriblər Ukraynaya, Kiyevə, mart ayında. Mart ayında bunların Kiyevə girişi görünür, Rəşadla Xəyyamın. Biri 84-cü ildir, biri 74-cü ildir. 6 martda bunlar bir məclisdə olublar, həmin məclisdə Rufo ilə görüntülü danışıblar. Rufo ilə görüntü danışıblar. Danışıblar ki, belə falan. Sonra məclisdən çıxandan bir saat sonra bunlarla əlaqə kəsilib. Görün neçə ay keçib. 3-cü ay olub da bu söhbət. Hərəsinin də 2 dənə körpə uşağı var. Düzdür, ailələri
xəbərsiz qalıb, narahatdır. Bunların Kiyevə girişi görünür, çıxışı yoxdur, tutulmaları yoxdur. Heç kimin bunlardan xəbəri yoxdur. Yaxşı, hələ bunlar sənin dostundur. Sən üçün dost kimi oraya iş görməyə gediblər. Başlarına bir iş gəlibsə, düzdür, sənin məsuliyyətindir və borcundur ki, bunun ailəsinə xəbər verəsən. Bunun indi ailəsi, dostu, tanışı hamı bunları axtarır. Yenə göstərim. Əgər bunlardan kiminsə xəbəri varsa, bunun ailəsi ilə əlaqə saxlasınlar. Yəni, bu ikisi Kiyevdə yoxa çıxıblar. 6 mart. Bu belə. İkincisi, deyirdim Rüfət narkobarondur, inanmırdınız. Tulada bir ay bundan əvvəl bir dənə tır narkotiki tutulub, 2 dənə də, 3 dənə də astaralı tutulub bu söhbətə görə. Moskva kimi yerə tırla narkotiki salmaq hər adamın işidir. Gərək bu işin dalında, sənin dalında fezbi olsun ki, salasan. Plus da bu tır pul yığanlardan biri kimdirsə, bu deyirsə, bu Vüsal, qulaq as. Vüsal kimi ona dəstək ona deyirsə, bunun dustağı yoxdur, bu heç kimi tutturmayıb, bu çox adamı tutturub. Mən Cavid Astranı tanımıram, amma müəyyən işlərdə araşdıranda gəldim, üst-üstə düşdüm. Bu Cavid Astranın üstünə gedib o şikayətlərdən bir dənə yazanlardan biri də Astraldı, ancaq talıqsa danışır Moskvada. O da Rüfətin pulu yığandır, Rüfətin adamıdır. Yəni, Rüfət neçə adamı tutturub, dustağı da var. İndin özündən məndən qaçır. İndi bugün məlumat gəldi ki, Dubaydan çıxıb, Serbiyadadır. Bilmirəm, düzdür, səhvdir. Amma şeydir, Muradı yanından qovub deyirlər. Onu da bilmirəm. Rəşada bax, yenə onlara görüş deyirəm. Gəlin, görüşək. Neytralda. Mən gəlirəm Türkiyəyə, gəlin Türkiyəyə görüşək. Bunlar tavandır. Bu oğrudur. Bax, deyirəm, Rüfət də qəhbədir, Murad da qəhbədir, Rəşad da qəhbədir. Bir dənə də bu, yaman bu, biz diqqətlə baxsalar, elə Rüfətin mələdən elə Rəşad olacaq. Biz də rəhmətliyin adına çox söz danışır. Biraz orada diqqətlə baxsalar, Rəşadı elə orada vurub götbaş eləyəcəklər. Yox, mən Azərbaycanda deyirəm, gedim, kimdənsə onun atasıyla görüşüm, görüşməyim. Bax, yenə zənglər gəlir ki, gizlənmişəm. Mən gizlənməmişəm. Alo. Nətərsən? Yaxşıyam. Canlıdayım. Vacib dörsə birazdan zəng edeyim sənə. Hə. Bir dənə bu Rüfəti pazlayım, şərəfsizlər çıxmır ortaya. Giz-giz xəbər göndərirlər dalımda. Oldu. Qardaş, söhbətin axırı odur ki, uşaq zəng eləyir. Gör mən gizlənmişəm, gör mən bantizmə işləyirəm. Vüsal neçə nəfəri ilişdirib tutturub, Rüfət özü tutturub. Bir nəfər girib şəkillərinin altına yazırlar ki, Qobustandakı Elmətdin, Qobustan Elmətdin, Qobustan Elmətdin. Mənə deyirəm, kimsə nəyisə səhv yazıb. O günlərdə bilirəm ki, güya mən Qobustan Elmətdin adlı adamı tutturmuşam, Qobustan türməsində də onu yazırlar. Əgər mən bir nəfərə torba tikib tutturmuşamsa, çıxsın, indi Allah'a şükür, bir dənə video çəksən dünyaya yayılır da. Desinlər ki, mənə tutturmuşam. Amma onların nə qədər tutturduğu adam var. Mən heç yerə qaçmamışam. Mən bu söhbəti buraxmayacağım. Çünki mən TikToker deyiləm ki, bir gün, 2 gün söyüm, 3-cü gün bu yaddan çıxsın. Moğollara deyirəm, bir az cahillığınız varsa, bir az kişiliğiniz varsa görüşək. Neytralda görüşək. Mən 10 günə Türkiyə edəcəm, İstanbulda olacağım. Gəlin Türkiyəyə, gəlin sizlə görüşək. Gəlin sizi pazlayayım, siz adam dörsün, sən oğru dörsən, sən narkotik işin görürsən. İrandan at çəkməyəcəm, Bakıda hansı adamın oturub, İrandan o Moskvaya göndərilən tema, onun hamısını bilirəm. Oğru birinci atrav işin görməz. Həm atravaya kırışalıq etsən, həm ruslarsan, tırla Moskvaya mal salsın. Əgər tırla dalında Moskva kimi yerdə, dalında duran adamın yoxdursa, tırla mal sala bilməzsən. Tullada da ya 1 ay, ya 2 ay əvvəl tutulub. Rəşad haqqında bir dənə məlumat deyim.
Bu hamısını tuturlar, Rəşadı tutmurlar. Hətta deyirlər Rəşadı, Rəşadı. Bunun nə məlumatı oxuyum olduğu kimi. Hə, bu da. Xüsusi idarələr var Moskvada. Baş idarəsinin də hər rayonda şöbəsi var. Rəşad oradan soruşublar, deyir bizə lazımlı kadrdır. Dövlət üçün əslində Rəşad heç kimdir. Hətta onu bizim Bakıdakı orqanlara da tapşırıblar tutmasınlar. Çünki Rəşad bütün söhbətlərdə zətdə olduğuna görə, yəni xəbər olduğuna görə suka kimi Rəşaddan istifadə edirlər. Görərsiniz, rüfət gələn kimi rüfət tutulacaq, o bu tutulacaq, bu tutulacaq, bu suka tutulmayacaq. Birinci suka olandan avarı olmaz. Avarı lot olmaz, oğru olmaz. Yəni Rəşad həm induşka oğrusudur, həm sukadır, həm yalan danışır. Bir dənə də şeyə diqqətlə baxın. Rəşada rüfətə desin ki, Vüsal oğrudur deyəcək, yox, Vüsal oğrudur. Belə deyəcəklər də. Vüsal da deyir ki, mən oğru kimi tanımayan cırıqdır. Vüsal bunlara cırıq deyir. Bunlar da onu qəbul eləyir. Onlar qəbul eləyir ki, Vüsal bizə cırıq dedi. Sonra cırıq dediyi adamın söhbəti məndən eləyir. Bu belə. Onu dedim axı. Bunlar məndən görüşməyə duxları yoxdur. Ay mən dövlətə işləyirəm, ay belə. Ay gicdillah, ay baş xarablar. Sizin mənə borcunuz var. Mən 10 ay fırlatdınız, hörmətsizlik elədiniz, məcbur qaldım, bura çıxdım. Sən mənə borcun olmasaydı, sən mənə verdiyin sözlər olmasaydı, sən Moskvada mənlə görüşməsəydin, mən çıxsaydım, deyərdin, kimsinsə işləyirsən, belə eləyirsən, bizə şeysən. Görürsünüz, bunlar kişidir, bunlar kişidir, bunlar mənim qabağıma çıxamır. Ya, nə oldu, Bakıda bir iki dənə orada, burada, Moskvada, Almaniyada söyüş söyəndə tuturdunuz, üzür videosunu çəkirdiniz, bütünlü gün Ərdəbildə gəzirəm. Özüm şəkildə paylaşıram, videoda paylaşıram, gəlin də. Gördüm, bura gələ bilmişsiniz, mən gələm Türkiyəyə gələm, çıxa biləcəksiniz qabağıma. Rəşadın da ağzını qaşıyacağım, Rüfətin də ağzını qaşıyacağım, Muradın da ağzını qaşıyacağım. O Vüsal, demirsən ki, qabağıma çıxmayan, mən Kəlçə Rəşaddan danışıram, bax, Kəlçə Rəşad. Bir də ki, Rüfəti tutmaq istəyəcəklər. Bu Facebook'in o narkotik iş görmür. Onun pulları indi Rəşada yox, ellərini zatda oğlunu deyib yığmağı. Nəsə orada Rüfəti biraz pulun yiyiblər, ediblər. Rüfətə qoyub da öz adamları. İndi Rüfəti bu söhbəti öyrət tutub, bu atraf işin başqasına vermək istəyirlər və yaxud da Rüfəti biraz yükləyəcəklər. Amma Rüfətin də Moskvaya girən kimi Facebook tərəfindən tutulacaq. O dəqiqdir. Yəni sabah o girir sonra tutulsa, o mən tutturmamışam, onu Rəşad tutturub. Bilin, Rəşad hamısını vurub bir-birinə, Təhmasibə də deport Rəşad elətdirib. Bunu bilən də var. Bəlkə də Təhmasib özü bilir. Mənim Təhmasiblə münasibətim yoxdur, salam mövkim də yoxdur. Yəni, o haqqında fikir deyə bilmərəm. Sadəcə, o Mutilya Rəşad aləmi qatıb bir-birinə. Rüfəti də bu günə, göt günə hörmətdən salan Rəşaddır. Bir də Rüfətə necə oğru deyə bilərsə, bu adamın öz fikri yoxdur. Rəşad ona deyir, qal, gəl. Kəlçə Rəşaddır, özünə oğru Rəşad deyir, amma Facebook'un sukasıdır. Onun bunun adından danışanda, onu deyirdim, mən bu işin dalını buraxmayacağım. Cəmaata üzr istədisi, böyük qardaşdan üzr istəyirəm. Mən soxum sizin böyük qardaşın ağzına. Rüfət ağzıva soxum, Rəşad ağzıva soxum, Murad ağzıva soxum. Üzr istədin də məndən. Gələm 10 günə Türkiyə, çıxa bilərsiniz qabağıma. Rəşad sukadır. Bunlar atraf işi ilə məşğullar. Bunlar cəmaatı narkotiklə pozurlar. Özü narkotik alverindən pul qazanırlar. Şərəfsizlər deyir, mən mal soxuram. Mən harada mal soxmuşum? Bir dənə mən yayda alır aslında adam Nailin verişində orada burada görür də bədənləri yara-xora. Elə şeyim yoxdur, Allah'a şükür. Heç mal da görməmişim. Ətrafımda, yanımda heç mal soxan olmuyor. Siz elə şəratan. Ay belə dedi, belə dedi. Vüsal, deyirsən ki, bunu qoyam ona keçim. Deyirsən ki, qumda qabağıma çıxmayan problem görsən, yeri dinən mənə. Mən çıxıram sən qabağında. Yeri deməyən kantovkadır, rastsan. Bir də, ged bir dənə sən, bütün tır şoferləri səni tanıyır. Bütün tır şoferləri səni tanıyır, başa düşdün mü?
Rəşad Sukadır. Rəşad Sukadır, Rəşad cındırdı, Rüfət də cındırdı. Bu Rüfət oğludur. Şəxsən onun oğlu adına mən stop qoymuşam. Mən Tural, Rüfəti stoplamışam. Rüfəti qəhbə çıxarmışam. Bunu dalıca demirəm. Bu üç nəfər deyirəm, çıxsın qabağıma, üçün üzünə deməklə yanaşı, dediyimi həyata keçirdəcəyəm. Yəni tək burada danışmaqla olmayacaq. Subutun eləyəcəyəm. Olan əsl adların qoyacağım. Biri Hinduşka oğlusu, biri qulluqçu, biri narkoman. Hə. Yəni belə. Hədə biri edir Dubayda kayf eləyir, biri orada kayf eləyir, biri burada kayf eləyir. Bir saniye. Hə. Biri orada kayf eləyir, biri kayf eləyir. Onun bunun pulunu yığırlar, narkotik alverinə keçiblər. Harada görünür ki, lotu narkotik alveri eləsin. Mən deyərəm, Bakıda oturan hansıdır o alveri şey eləyir. İrandan Moskvaya düzür boşur. Onu deyə bilərəm, prosta mənə yaraşmaz. Mən desəm o adamı sağ Bakıda tutarlar, deyərlər Turalın dustağı var. Amma bunu onlar yaxşı bacarır. İşlədirlər, dostluq edirlər, sonra götünə təpi vurmaq üçün ilişdirirlər. Bunların həm dustağı var, həm dostluğa qarşı qəhbəllik ediblər. Min cür hərəkət edirlər, narkotik alver edirlər. Bir var öz xoş verirsən, var kimsə turbanı olmuş keçən. Bunlar versin turbanını. Bir də əgər bundan sonra, bax, bura deyirəm, bu sözümü xahiş edirəm yazın. Əgər bundan sonra Rüfəti söyləyənlər olsa, bunlar həmin adamı tutub üz istəsə, eləməsinlər. Nə vaxt, bax, mən hamısından qabaq söyləyirəm, yəni bundan sonra sayaq. Məndən üz istədə bildirsələr, mən yəni üzr istəsəm, ondan sonra gedib onları tutarsınız. Nə qədər mənim qabağıma çıxa bilmişsə, heç kimdən üz istədə bilməzsiniz. Bunun zakonu da var, ha. Sənə 30 liralar ustalıdır, deyirlər, başa düşmədim. Sənə bu söyür, o da söyür. Səni bu ondan pis söyür, hər gün söyür. Sən bunun qabağına çıxmışsan, geçsən bilən kimsəsiz zəif şey deyirsən. Yəni, bundan sonra kim söyürsə, deyin videoda ki, nə vaxt Turala qabağına çıxarsınız, Turalı sındırarsınız, demirsiniz, Turalı heç kim də sındıra bilər. Turalı sındırarsınız, sonra bizim üstümüzə eləsiniz. Məndən sonra kim söyürsə, mənə batmadan onlara keçə bilməzsin. Mən sənə zakon qoyuram, bildin? Türkiyəyə gedirəm, gəlsinlər, üçündə mən edəcəm. Duxları çatır, çıxsın qabağıma. Ya belə, ya elə. Bir növdən daxil bu oğurlar özə sıxotqa eləyəcək. Sənin proqonun yazılacaq. Mən nə itə işləyirəm, nə qurdu işləyirəm, nə də mən kimsə qızışdırır. Baxın, qaçaq həyatı yaşayıram. Həmişə mən bu, ya burada görürsünüz, həyətdə ağaclı görürsünüz də, qalmışam həyətdə çəksin. Ya da evdə bir dənə divanda oturduğumu görmürsünüz. Mən başqa yerdə görmürsünüz ki, qaçaq adamın bir yeri olar. Amma Vüsala bax, Sədat Peşər kimi divanı, kreslosuz stolu gündə bir cür geyimdə zatda. Mən bundan əvvəl paltar almışdım, onu gətirmişəm. Yəni, eyni geyimdə, eyni iki yerdə. Yəni, bilirsən ki, bir yerdə qalıram. Yer dəyişmirəm də, eyni yerdəyəm. Bunlar kimi ora, bura, oradan bura qaçmıram. İndi də deyirəm, kişi kimi deyirəm, 10-15 günə gedirəm Türkiyəyə. İstanbulda qalacam. Gedəcəm orada yaxın tanınmış bir kafedə oturacam, konum da atacam ki, bax, hər gün gəlib burada oturacam. Onların bircə qram şərəfi varsa çıxsınlar qabağıma. Bundan açıq duet olar, onları çağırıram da. Götləri çağırırsa çıxsınlar qabağıma. Heç biri çıxamaz. Üçü də çıxar. Naxalını məni arxadan vurmaq istəyir. Bu yenə deyirəm. Heç kimi bədbəxt eləməyin. Sizin söhbətinizdir, öz söhbətinizi özünüz eləyin. Başqalarını yandırmayın. Neçə nəfər sizə görə içəridədir. Ailəsinə baxsız, o 2 dənə oğlan şəkli göstərdim. Yadıma düşəndə ürəyimdə ağrıyır. Cəmaat necə bədbəxt adam sizə. Bir də bu Rüfət orada tutulsa, yəni səbəb o mənim dustağım zadım saymayın, ha. O mənim dustağımdır. Bir də baxın, xahiş edirəm, bunları kim tanıyır, görürsə, bax, bunları da Rüfət bədbəxt eləyib, ha. Kiyevə gediblər, itiblər. Ayın 6-sı. Hərəsinin 2 dənə körpə balası var. Bunu Allah götürər. Burada yazırlar, əgər kişisənsə məni qoşsan, bilsən və mən söyüşlə oturub buna adamı dörəm. Mənim nömrəmi hamısı bilir. Sən əgər kişisənsə, sən kiməsə görə məndən söhbət eləməysənsə, zəngin oladından ki, bu Tural belə sənə söyləyib, biz götürə bilmirik.
Get görüş. Sənə deyə bilərlər, ha, Tural kimdir ondan görüşəcək. Onu deyə bilməzlər. Bunu biraz soxun beyninizə. Bilirsən niyə deyə bilməzlər? Bu adamı gecə saat 4-ün yarısı gətirmişəm otelə görüşmə. Yanında da harasa 20 dənə adam olub. Burası adlarını saymıram ki, kimlər olub. Sabahsı istədiyim vaxt bundan görüşmüşəm. Biri gün istədiyim vaxt bundan görüşmüşəm. O xiyar deyir ki, atıblar sənə, nə yapar? Belə atmırlar, belə atmırlar. Lotub sən nə eynir? Oğlum sən nə eynir? Sən bu qədər vaxt qoydum, get dox. Demir, qardaşım, biz kişi deyirik, eləyirik. Qardaşım, bu belə olacaq, elə olacaq. Biz kişi eləyirik, bizim adımız sanıq var. Soxum sizin adınıza, soxum sizin sanıza. Rüfətlə, Muradla, Rəşadla əlavə bonus kimi vüsal atdım bunların üstünə. Mən deyim də, bu Rüfət kimi mən məhv eləyəndən sonra o qədər, o vaxta qədər heç bu xiyar qabağıma çıxmayacaq. Bu, nədir o? Sibel'dan nədir satılsın? Xiyar vüsal. Stilist vüsal. Mən deyir ki, söz topanmıyır, nə əlaqə, kişiyəm də, nə istəyirəm, geyinərəm. Modelyer deyirəm ki, deyir, futbolkaya nə deyir? İdman köynəyi. Futbolkaya idman köynəyi deyir. Deyir, idman köynəyinə pencək geyinmişsən. Əcəb eləyib pencək geyinirəm. İdman köynəyinə nə geyinməliyəm? Qalxsı kostyum taxmalıyam, geyinməliyəm. Sən kimi saçı jel, mel, Sibel'dan uğraş. Tıkanmaz şoferlər yaxşı tanıyır. Kişi atasının adı ilə tanınır. Tural Tofiqoğlu. Bildin? Yenə deyirəm, bunları duelə çağırıram. Bunlara gəlib duelə gəlməsələr, indi onu düşünürsünüz ki, yaxşı, bunlar gəlmədi. Bunlar gəlməsə, bunların böyüklərindən çıxacam. Amma bunları sındıracağım. Yəni göstərəcəm ki, kim bunların dayıca gedir. Var aləmi var, oğul aləmi var. Onlar da kimlərdə özlərini hörmət eləyən, o aləmi yaşadan. Çünki hər yerin yaxşısı pisi var da. Amma bunlar öldür, bunların da cəmaatı bədbəxtdir. Mənə bir dənə göstərin ki, misal, bir dənə misal. Mən kifayət eləyir də mənə. Bir dənə misal göstərin ki, bu Rəşad, ya Rüfət öz söhbətini özü gedib həll eləyib. Nə ediblər? Təşriblər, döyüblər də. Təsəvvür bunlara deyirlər ki, var yoxuz, o birisi, bu birisi, onu döyürlər, sən oğrusan. Onun məsəl üçün sıravi vətəndaşam da, sizlər, bizlər, mən. Bizi söyəni biz döyürük. Çünki biz adam öldürən döyürük, adi vətəndaşıq. Sən də döysənsə, sizdən bizdən nə fərqin var? Sən heç kimsə söyəni öldürməzsin də, oğrusan da. Yəni, buradan da görünür ki, o heç kimdir. Mən bunları sındıracağım və bunları məhv eləyəcəm. Mən pul söhbətini eləmirəm, hörmətsizliyi söhbətini eləyirəm. Bunlar çox şey danışır. Rəşad da dedim də kimdir? Çox söhbət var. Posta eləsəm, gedir, itə qurda dayanır. Heç nə. Türkiyədən bunları gözləyəcəm. Yəni, burada Tural gizlənib. Burada gəlsilər, istədiyi şəhər desinlər. Mən Ərdəbildəyəm. Desinlər, Tehrana gəl, Tehrana edərəm. Təbrizə gəl, Təbrizə edərəm. İsfahana gəl, İsfahana gedərəm. Burada şeylə gəlib söyüşsöyənlər, ay ev yüzdən xəbərsiz. Sizin ağsaqqalınız məndən qaçır. Ay bic balalar. Kimi qoşum? Kimdir ki? Tanımıram. Amma qoşdum, görək kimdir. Axşamınız xeyir olsun. Səsim gəlir sizə. Alo. 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 Səsim gəlmir sizə. Gəlir. Danış. Bu şərəfsizin ki adamı var ya, o nəbi var ya İstanbul'da ya. Tanımıram. Onlar mənim tırımı əlimdən alıblar 3 qarışıq. Aparıb satıblar, məni də öldürəcəkdilər. Mən onların əllərindən qaçmışam, mən çıxıb gəlmişəm vətənimə. Bunlar kimin dəyyus, bunlar kimin namussuz, bunlar kimin şərəfsiz bir insan bir də özləridir.
Niye sen tırba aldılar ki? Ne işin vardı olana? Ya ne işi öldürdün sen? Necə oldu? Əvvəldən də cəmaat olan şərəfsiz olduğunu bilsinlər də. Yaxşı, mən yalan danışıram, sən yalan danışsan, Kamranın da anası rəhmət edib onun. Ondan böyük dərd var, o da yalan danışır. Qardaş, necə oldu söz? Onlar otururlar ancaq İstanbulda şərəfsizlik eləyirlər. Necə olub? Sən nəyə bilirdin? Bunlarla işləyirdin, yoxsa necə oldu? Ətraflı danış, insanlar da bilsin. Onsuz bunun axırı çatıb, onları mən mələ edəcəm, onları belə buraxmayacam. Bicbaralar qaçır məndən, görüşmür. Bu vardı Naxçıvanlı şərəfsiz. Rufon adamıdır. Şərəfsiz. Kim? Danış. Onlar namussuz, şərəfsiz bir insandılar. Onların namusuna tüpürüm mən. Niyə aldılar da tırıvı? Sən Ay qardaş, neysə. Boşatmadım. İndi səhv düzün deyənmərəm. Allahı bilər, özü bilər. Bu adamı tanımıram, bu tır söhbət eləyəni. Nəbini də tanımıram. Şəkildən desən göstəriblər ki, nəbi budur. Mən deyə bilmərəm ki, bu düz deyir, səhv deyir. Nə olar, bunlar mənim düşmənimdir, mənim qarşı səhv edirlər, amma bilmirəm. Səhvin düzün bilmədiyimə görə mən bu adama haqq verəmmərəm. Yəni, ola bilsin düzdür, ola bilsin səhvdir. Belə. Yenə deyirəm, Vüsal ustaqdır, Sibelcandır o. O Sibelcandır. Stilist Vüsal. Bir də Azərbaycanda stilist Samir var. Bu da stilist, Nəbi Moskvada olur, bu Türkiyədir. İndi Allah'a bilər, özü bilər. İndi həqiqət olsa o da çıxar. Məsələn, Kamran həqiqətdir, bilir ki, bunun anası rəhmətli edib. Vüsal, yəni deyim, götü çatırsa, mənlə görüşsün. O gələ bilmir, yox, deyir. Məndə səsi var ki, deyir, İran bilir ki, səndən söhbət edərəm, mənə tutacaq. Sən kimsən? Sən kimsən? Sən Kəlbəlayı burada Abu Əzrail adı qoymuşsan, düzdür, kimsən? Sən xəstəsən də. Sən o qədər xəstəsən ki, burada ortada reallıq var. Tembol mən sən əvvəl götdü başlı, normal adam bilirdim. Bir iki və qabağıma çıxmışdım da, baxırdım. Mən iyun ayının 18-i yazmışım ki, Rüfəti çıxad, ondan söhbət edim, əgər adı şeydir, əlaqələrin varsa. Sən cavab verməmsən. Sonra çıxıb burada məcbur qalıb danışıram ki, bu götlər bəlkə qeyrət eyərlər, olmayan qeyrətlər biraz fışqırar, bunlar məndən görüşər. Ondan sonra sənə də deyirəm, burada onu danışıram, gəldiysən ki, Paykovoydur, nə bilim, iş verən. Cicillah, Paykovoy deysən, iş verən deysən, kimi yandırmışam? Birini gətirin, göstərin. Bir dənə dustaq göstərin ki, bu Turalın dustaqdır. Yoxdur elə şey. Bu bir. İkincisi, həqiqət var, fakt var, bunlar məndən görüşüb. Yəni bu, üçüncüsü, sən həqiqəti qoysan, beynindəki xəyalla danırsan, sən realist insan deyirsən, sən özünü tanımırsan. Bir də ki, bir dənə şey deyim, bəlkə canlı yanda keçən dəfə olmayıblar. Murad deyirdi ki, Tural mənə pul verməyib, şər atır. Rüfət deyirdi ki, şeydir, Turalla görüşməmişəm, Tural tanımıram. Rəşad deyir ki, 70.000 pul verib, Rüfətlə də mən görüşmüşəm. Prosta biz hüquqi yardım eləmişik, mətbuat katibi Rəşad. Yəni, üçü də bir-birindən xəbərsizdir. Rəşadın da adı ilə xəbərsiz Rəşaddır, o Moskvada deyil. Bir-birindən xəbərsiz, yəni bir-birini qoydular cırığa. Bunu ki, mən özümdən demirəm, Rəşadın səs yazması internetdə var. Rəşad orada deyir, Murad deyir, yalan deyir, o deyir, görməmişəm. Hamının dostu tanışı var da, bu söhbətlər çatıb. Rəşadın, mən demirəm ki, öz səs yazısı deyir, görüşmüşük, belə falan. Yəni, buradan bu çıxır. Qoşdu mənim pulumu əlimdən qaçıblar, əlimdən mal qaçıb, satıblar İstanbulda. Etibar. Salam aleyküm Tural. Nasılsın? Axşamın xeyir. Abi mənim qardaşım, keçən səfər o Sibelcan, Vüsal, Göyərçin, nə deyirsən de, onun canlısına mən keçən səfər qoşulmuşdum. Məsələn, mən bu söhbətimi eləyirdim, heç sən bilmirəm, məsələn, sana sən tanıyamadım, söhbəti dəqiq bilmirdim. Mən Vüsalla qoşulub öz haqqımı tələb edirdim.
və Sibelcanla. İndi hal-hazırda nə bilim biz onun içində oyun oynayır, adını da qoyub oxuyur. Heç ondan oğru olmaz. Olsa toyuq oğrusu olar onunla. Sasın uzaq, rapuzlara oxşayır. Nəysə, onu başını buraxdım. Deməli qaqa, onun da canlısında hardasa bir 800-700 nəfər var. Sənin də canlında 715 nəfər var. İndi bax mən haqqımı tələb edirəm. Görün sizə düz deyirəm, yoxsa səhv deyirəm, siz deyirsiniz. Qaqa, mən onun da canlısına qoşduq dedim ki, ay Vüsal. Qaqa, İranda oturmusan, harda oturmusan, lap yaxşı. Mənim dişim ağrıyır. Dişimin ağrısını necə kəsə bilərəm? Bu olan tərəfindən gəlib artıq əski yazanlar biraz kişi olur, biraz mənliyiz olsun. Gücə tərəf getməyin, haqqı danışın. Haqqı danışan qabağa edir. Onların gücü müvəqqəti güclü, onların gücü öz götürən olan güclü. Təsəvvür et ki, Facebook'un çurbanlarıdır. Belə eləsələr qalxacaq, belə eləsə düşəcək. Yəni özünə bağlı gücü yoxdur onların. Bunu niyə dərk eləmisiniz? Özünə bağlı gücü olmayan adam sənə nə eləyə bilər? Sən üçün nə eləyə bilər? Heç nə eləyə bilməz. Bunu biraz dərk eləyin də. Bu qaqaş üçün diş ağrıdan danışırdı. Neyse, uzun sözün qısası təkrar, yenə təkrar edeyim. Mən Türkiyəyə gedəcəm. Bunların şərəfi varsa, araq satan Zeyzə Murad, düzdür. Bunların şərəfi varsa, Türkiyədə çıxarlar qabağıma. Bu biri götün şərəfi varsa, bu Sibelcanı, mən hələ 10 gün buradayım. Mənə deyir ki, səsi, bu bir telefon var. Deyir ki, 10 günə getsin də, 10 günə gedirəm də, 10 gün buradayım. Mənə dinən, görüşük. Mən harasa bir həftə 10 günə gəlirəm Türkiyəyə, İstanbul'a gedirəm.